Burada deməli accountda bir başqa məsələ də bu buyer message-dir. Buyer message yəni müştəri mesajı. Bu tez-tez olan bir şey deyil, amma bəzən görürsən ki, müştəri mesaj yazır. O mesaja 24 saat içində cavab yazmaq lazımdır. Səndən xahişim odur ki, məsələn, bura girib, əslində bir mesaj gələndə burada bir görsənir. Burada vuranda o mesajın hansı marketplace-dən gəldiyini göstərir. Əsasən ya Amerika olur, ya da İngiltərə olur. Məsələn, Amerikadan olanda burada bir yazılır. Vurursan, tutaq ki, bura. Burada artıq o mesaj çıxır. Hansı ki, ona bir cavab yazmaq lazımdır. Response needed başlığı altında. Burada bizim mesaj qutusudur. Burada deməli all vuranda bütün indiyə qədər olan mesajları görürsən. Məsələn, burada hansı ki, bizə yazıb, mən də buna cavab vermişəm. Elə olmalıdır ki, axırıncı cavabı biz verməliyik. Ya da burada, məsələn, o təşəkkür elədi. Tutaq ki, artıq cavab yazmaq lazım deyil. Onda burada belə bir şey çıxır. No needed response. Yəni ki, ora vurmaq lazımdır ki, yəni mən bu mesajı gördüm. Yəni buna artıq cavab yazmaq lazım deyil. Bu mesaj olanda ya mənə xəbər elə, ya da məsələn yavaş-yavaş artıq özün də cavab yaza bilərsən. Əsasən soruşurlar ki, filan kitab sizdə varmı, hal-hazırda depoda varmı filan. Onu kontrol edirik, baxırıq ki, var ya da yox. Yəni belə suallar gəlir. Hardasa həftədə bir mesaj, ya 10 gündə bir belə olur. Amma əsas odur ki, ona tez cavab vermək lazımdır. Ona görə məsələn bura gündəlik giriş eləyəndə bu ana ekranda buna da bir göz atmaq lazımdır ki, burada mesaj varmı, yoxdur. Vəssalam.